İzləyiciləri, salamlayırıq. Dünən gecə saatlarında, gecə saat 3-4 saatlarında keçən bir xəstənin hekayəsini sizlərlə də bölüşmək istəyirdik. Xəstə yaxınları bir neçə saat əvvəl telefon açıb dedilər ki, bəs gənc bir xəstə, xəstə 92 təvəllüdlü, 34 yaşında olan bir xəstə bir neçə saat öncə dərhal başlayan xəstədə qusma, hərəkət qabiliyyətinin itməsi, ürək bulanma ilə yaxınları əlamətləri bildirdi və xəstəni sabah müayinəyə gətirə bilərikmi deyə bir qərar verildi. Biz bu əlamətlərin klinik fərqinə vardıqdan sonra və dərhal xəstə yaxınlarına bildirdik ki, xəstə xəstəxanaya gəlib bir müayinədən keçməsi mütləqdir, zəruridir. Bir neçə saat sonra xəstə müayinəyə gəldi, dərhal tomoqrafiya müayinəsindən keçirtdik və gənc bir xəstənin tomoqrafiya müayinəsində sağ beyin yarımkürəsində bir qanama sahəsinin olduğunu ortaya qoyduq. Əlamətlər görüldüyü kimi gənc bir xəstədə səbəblər başqa ola bilər deyə qərar verildi ki, bu xəstəyə bir kontrastlı KT angioqrafiya müayinəsi olunsun. KT angioqrafiya müayinəsi aparıldı. 92 doğumlu bir xəstə, 34 yaşlı bir xanım və KT angioqrafiya müayinəsində məlum oldu ki, sağda orta beyin arteriyasının bifurkasiyası haçalandığı səviyyədə bir beyin anevrizmasından söz edilir. Məlum oldu ki, məhz beyin qanamasının səbəbi də bu anevrizmanın yırtılmasıdır. Anevrizma yırtılması hər zaman eşitdiyimiz kimi ətrafımızda, cəmiyyətdə ciddi dərəcədə beyin qanamalarına və qəfil ölümlərin səbəbi ola bilər. Sonda qeyd etmək istəyərdik ki, doğrudan da vaxtında aparılan müayinə və müalicə, bunu da qeyd etmək istəyərdik ki, həmin xəstə dərhal dünən gecə saatlarında əməliyyata alındı, anevrizmanın təmiri olundu və xəstə dinamik müşahidəyə götürülmüş, dinamikada da müsbətdir. Vaxtında aparılan müayinə və müalicə qərarı doğrudan da həyat qurtaran bir önəmli faktordur. Hər kəsə sağlam olmağı arzu edirik.